25 Mart 2026-cı ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, əhaliyə bir xəbərdarlığımız var. 5 gün yağış, sel. Əhaliyə xəbərdarlıq edilir paytaxtımızda və ölkədə. Hava durumu necə olacaq? Ölkə ərazisində martın 25-dən, yəni bugündən 30-una qədər hava şəraiti qeyri-sabit olacaq və bəzi bölgələrdə ciddi yağıntılar gözlənilir. Musavat.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə yaxın 5 gün ərzində Azərbaycanın bir sıra rayonlarında, o cümlədən də paytaxt Bakıda fasilələrlə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Proqnoza əsasən dağlıq ərazilərdə hava daha sərt keçəcək. Burada yağışın qara keçəcəyi də gözlənilir. Bu isə xüsusilə yüksək dağlıq zonalarda vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Sinoptiklər xəbərdarlıq edir ki, davamlı və intensiv yağıntılar çaylarda sululuğun artmasına səbəb olacaq. Nəticədə bəzi dağ çaylarında isə qısa müddətli sel və daşqın ehtimalı yüksəkdir.